canınızı sağ eylesin. Zəhmətiniz, eliniz, obamız üstün olsun həmişə. Zəhmət çəkirsiniz. Təşəbbüs göstərib, bizləri bura yığmışsınız. Çox sağ olun. Minnətdarlıq edirəm. Musiqiçilərimiz də canı sağ olsun. Zəhməti həmişə bizim ellər üçün olsun. Çox sağ olun. Təşəkkür edirəm hamınıza. Qoy elimiz bizim şad gündə həmişə tapıla bilək. Allah canınızı sağ eyləsin. Bugünkü gün mübarək olsun. Gözümüz aydın olsun. Demək, tapıla biliriksə də böyük bir iş görə bilirik. Çox sağ olun. Gələn ayaqlarınız var olsun. Canınızı sağ olsun. Qədəmləriniz mübarək olsun. Həmişə Sajanın adı gələndə orada tapıla bilək hamımız. Sağ olun. Aziz Sajanlar, hər vaxtınız xeyir olsun. Mən də bir Sajan kimi çox sevinirəm ki, bugünkü günü belə gözəl yığıncağa yığılmışıq. Bugünkü günü təşkil edən hər bir kəsin Allah canını sağ eləsin, uzun eləsin. Bizim Sajan Tumanız rayonundan uzaqda yerləşsə də, o 5-6 para kəndin içində həmişə seçilir. İstərsə Kilov savxozunda işləməklə, istər rayonda yaşayanlarımızla yaxşı yerlərdə işləyib, yaxşı alsan qazanır. Elə də büyük burada Azərbaycanda yerləşmişik. Allah bu Azərbaycanımızı var eləsin, həmişə bu eldə gözəl günlər görək, gözəl körpələr, gözəl gələcək görək. Onunla da mən də demək istəyirəm ki, bu gözəl günün iştirakçıları sağ olsun. Gələcək 2006-cı ilimiz hamının ailəsinə, ocağına düşərli il olsun. Sağ olun, var olun. Sağ olun, sağlığı olsun. Allah elimizi, obamızı var eləsin. Allah Saja elini qorusun. Allah kendimizi qorusun, cəmaatimizi qorusun. Həmişə bizim elimizdə, obamızda xeyir işlər qismət eləsin. Allah bizim Saja elinə qucaq açan Azərbaycan dövlətinin var eləsin. Dövlətimizi qorusun Allah. Həmişə əmin amanlıq olsun. Sülh olsun həmişə. Çox sağ olun. Bu məclisi təşkil edən Allah canına dəyməsin. Minnətdaram. Allah elimizi, obamızı qorusun. Gözəl günlər bizim kəndlə, bizim ellə, bizim oba ilə olsun. Bizim Tumanis rayonunda Saja kəndi həqiqətən sakit, hörmətli, mərifətli, qanacaqlı. Yəni bizim kənd həqiqətən bizim rayonda seçilən kəndlərdən biri olur. Allah bizim kəndimizi var eləsin. Səbəbkarlara Allah can sağlığı versin. Sağ olun. Yaxın durumda. Unutma qonaqmı, borçalımızı.
var dağın aşağısında. Hiç mən bilməzdim bu kəndi mən hardan ağlıma gələrdi ki, və gəldilər mənə məktəbdən dedilər ki, o kəndə toya getməm dedim, ay qardaş mən o kəndi tanımıram, mən oraya gedib nə bilim nə mahnı istəyir. Dedi, yox, səni oranı sən ancaq. Gəldim o kənddə, inandırım Allaha ki, məni necə qarşıladılar. Bir gün qabaq məni apardılar, bir gün məni musiqisiz oxutdurdular. O kənddə, elə yəqin ki, sizə tanış kənddir, o qədər sənətə, musiqiyə qiymət verən kənddir ki, mən şəxsən qürur duydum ki, qardaşım, elimizin, obamızın, bax, o Gürcüstan mahalında, bax, musiqiyə elə dəyər verən oğullarımız var, həmçinin siz. Allah sizləri qorusun, Allah sizi var eləsin, Allah səni əsik eləməsin. Yaman bizə köməkli elədir, Allah səni qorusun. Osman Öy, gel aramız, otar, gel. Kim var özdeşli? Mehmet oğlan. Ermeni uşakları Mehmet oğlan. Müşfik. Mehmet Müşfik. Buyurun. Hem de bir mahallede olmuş. Sağ ol, var olsun sağ yollarında. Sağ ol. Sağ var olsun, həmişə gümrah olsun, yetişən olsunlar, həmişə ailələrində xeyirlik olsun, biz də iştirak edək. İldə bir dəfə yox, 1000 dəfə. Nə qədər gülmüş çatır bir elə. Sağ ol. Sağ olsun Saciyeli. Hürmetli Sacarlar, sizin hamınızı oyuna dəvət edirəm. Sağ olun, dava, gəlin. Yakın durlar. Buyurun kardeşler.
sarmışım geçmişim Bütleri her yeri görmüşüm Vatenden ayrı düşmüşüm Bütün şeyleri sevmişim Geceler gelsen Geceler görsen Ben sana da terk etsem Unutma bunları borçlanımı Geceler gelsen Geceler görsen Ay sonunda terk etsen Unutma bunları borçlanımızı Unutma bunları borçlanımızı Ay başına Mahkeme ücretli, vallahi hürmetli, hürmetli izzetli, eşki sadaketli, yetimli hürmetli, dağlar oldu dağlar, dağlar oldu dağlar, dağlar oldu dağlar, yetimli hürmetli, dağlar oldu dağlar, dağlar oldu dağlar, dağlar oldu dağlar. Sandalye çaldı, tenteneler kaldı, ikinci aldı, şimdi hem aslandı, ikinci hemmetti, dağlar oldu dağlar, dağlar oldu dağlar, dağlar oldu dağlar, ikinci hemmetti, dağlar oldu dağlar, dağlar oldu dağlar, dağlar oldu dağlar. Ay çok sağ olasınız, var olasınız. Teşekkür ederim. Teşekkür ederim, var olasınız. Sözde sesin kalsın. Ayak koy, izin kalsın. Sev vətən torpağını. Dağın, dərən, düzün qalsın. Əziz oğullar, bugün xoş gündür. Yani bizim tədbirlərimiz çox olub, bu növbəti tədbirdir. Tədbirlərimiz həmişə axarlı olsun. Arzuman bəy, indi reglamentə uyğun olaraq, yəqin ki, Sajanı nəsil buraya dəvət elədi. Amma hər bir insanın öz dünya görüşü var. Mənim dünya görüşümdə Saja əhli bir atanın, bir ananın övladlarıdır. Mən belə düşünürəm. Var olsun elimiz, var olsun obamız. İstər bu məclisdə yığışanların və istər də Saja böyük yerdir. Sibirdən, Ukraynadan, Gürcistandan tutmuş, hamının bugün kulağı, gözü buradadır. Mənim belə düşünürəm ki, oxucularımın çoxsu xaricdədir. Çünki bugün İrkutsk'daki tədbiri Nizam müəllim, hörmətli şairimiz, böyük şairimiz xatırlatdı. Bəli, orada çox təntənəli bir yığıncaq keçirilib. Çox təntənəli. Nərman müəllim də oradadır. Deyir ki, mən ona bir beyt yazıb göndərdim. Deyir ki, deyirəm, əxlaqla yaşayıb çatdım 70'ə. Əxlaqla yaşayıb çatdım 70'ə. Gəldim
ki məclisə, yarıyım bu işə. Eşq olsun Irkutskda olanlara, Ukraynada olanlara, Gürcistanda olanlara. Bilirsiniz, çox mürəkkəb bir dövrdə yaşayırıq. Hər kəs özünü, öz yerini qorumasa, onu mütləq başqası əlindən qapacaq. İndi dünya xəritələri dəyişir. Dünya xəritələri dəyişir. Heç kim öz yurdunu bizə verməz. Biz də öz yurdumuzu qorumalıyıq. Heç kəsə verməməliyik. El var olsun. Elə bir ictimai, siyasi dövrdə yaşayırıq ki, iğne tapan həkim olur. Balta tapan qəssab olur. Mikrofon tapan ya müğənni, ya məhluk. Belə bir dövrdə yaşayırıq. Var olasınız. Bugün biz gərək hər bir deyilən sözə diqqətlə fikir verək. Ehtiram bəy Moskvada yaşayır. O bir təklif elədi ki, hər il bugün Sazanın doğum günü olsun. Mən onu təsdiqlədim. Hər il ayın 20'si bugün Sazanın doğum günüdür. Daha elan etmək olmaz. İhtiyaç yoxdur. Hamı bilsin ki, bugün Sazanın doğumdur, günüdür. Özü bugün tarixi gündür. Bugün təqvimə görə böyük çilə girir. Kiçik çilə qutarır. 20 gün dekabrın 1'indən 20'sinə kiçik çilədir. Belə yazılışı çillə gedir, amma çilə deyirik biz. Bizim nəsədə çilədir. Bugün də tarixi andır, təbiətin anıdır. Böyük çilə girir. Böyük çilə 40 gündür. 40 gün, yani yanvar ayının 30'una kimi. 40 gün. Böyük çilədə qutarandan sonra boz ay gəlir, sonra Novruzdur. Dözün. Möhkəm olun. Aramızda içki olmasın. Böyük çilə qutarandan sonra artıq yazdır. Yazın əlaməti gəlir. Allah hamıya can sağlığı versin. Və mən bilirəm ki, bugün burada əyləşənlərdən daha çox ürəyi burada olan, özləri xaricdə olan, başda şahlar olmaqla Irkutskda, Ukraynada, Gürcistanda olan həmvətənlərimiz, qardaşlarımız var olsun. Və mən bilirəm ki, çoxsu məndən şeir gözləyir. Çünki şair de demək olmazdım. Hər halda ona oxşar bir onun üçün bir çiftə bir eləmişəm şeir, onu deməsin. Görüş var, görüşe ayak da getmir. Görüş var, görüşü ürək də sevmir. Görüş var, görüşe insan tələsir. Bu elin görüşü sevməmək olmur. İstəsən kim verər yurdunu bizə? Elin həsrətini el oğlu çəkər. Sağaltmır yaranı nə kaş, nə bəlkə. Yenə də görüşə gəlməmək olmur. İçmə soyuq suyu minaya dəyər. Sana ziyan gələr, halsızlıq verər. Görüş var 100 ili bir günə dəyməz. Görüş var bir günü əsrə dəyər. Bu yurdun görüşü getməmək olmur. 3 gün, 5 gün bu dünyada qonağıq. Bugün varıq, gələcəyə sorağıq. Kim deyər ki, bir-birimizə qırağıq, söz gəldi yerində deməmək olmur. Gör nələr itirdik keçən görüşdən, gəlmir səsimə səs daha gəncədən. Gör nələr itirdik keçən görüşdən, gəlmir səsimə səs daha gəncədən.
hayatın yazılmış kanunudur bu. Gedenle, ölenle bak ölmek olmur. Var olasın. Aziz kardeşlerim, aziz oğullarım. Həmişə belə xoş yer içməkdə elimiz var olsun. Elimizin şairləri var olsun.
gəlsin bura. Birinci dərəcəli saz alırlar. Özü və arvadı saz olanlar. Xahiş edirəm buyursun bura. Birinci dərəcəli saz qəbullardır. Çağırayım dəstəm var. Gəlin. Kim qorxmursa gəlsin. Arvadı özü şəzəli olan gəlin bura. Gəl buraya. Niye ben bu fakirler basın? Sarı. Koyalma gel, arvadı saz alıyorum. Bu diye. Bu mu? Sen saz aldın, arvadı da saz alıyorum. Ari. Buraya. Da. Olay ne basın hiç? Resul müəllim, Resul kişi. Gel. Ay gör sazanlar günə qoyubsunuz, heç birini sazadan almamışsınız. Sağ olun, ay. Sağ olun, əziz sacanlar. Bu günümüz bir daha mübarək olsun. Birinci dərəcəli sacalı, ikinci dərəcəli sacalı, fərqi yoxdur, hamımız sacalı. Allah hamımızın canımızı sağ eləsin, ailələrimizi xoşbəxtlik qismət eləsin. Həmişə həmrəy olaq, həmişə bir olaq. Bu günümüz bir daha mübarək olsun. Qarşıda gələn yeni ilimiz bir daha mübarək olsun. Var olun, gəlin birlikdə rəqs edək. Bütün sacalılar dəxil yoxdur. Arvadıdır, özüdür. Yani oğlu hamısı sağ olsun. Bütün can sağlığı, uzun ömür, aile xoşbəxti, aile sədəqə hazırlayıram. Sağ olsun bütün sac eli, sac obası. Sacanın kızına da, gəlinine de, oğluna da qurban olur. Hamımız sağ olun, sacanlar. Qoy həmişə sac elimizi var eləsin. Belə bir şey var. Hamımız bir eldən, bir obadanıq. Ancaq bir şərt var. Kimin iki tərəfi və yaxud da kötüyü sacadansa olanın sözü bərk edir. Şərt nədən gedir? Ayaq sürüşəndə həmişə o bir tərəf edir, tava söhbətidir. Allah həmişə hər birimizi elimizdən, obamızdan əksi eləməsin. Ancaq bir şərt də var. Qoy həmişə elimizin, obamızın cavanları, yaxşı olanları qoy eldən, obadan evlənsin ki, bizim çayımız daha çox olsun. Daha çox olsa, daha bərk olarıq. Daha mehriban olarıq. Hansı var ki, bu boyda məclisdə 15-20 nəfər bizdə yox, 30-40 nəfər özdə oturmazdı. Bir də ki, sacadan danışanda həmişə söz verin ki, iki tərəfli sac olanlar qoy nə deyir, onu eşitir. Birini deyir, birini eşitməyir. Yaşın və yaxud da ki, axsaqqalın ona söhbəti adiyyatı yoxdur. Kötüyün ona adiyyatı var. Yerin, mühüdün ona adiyyatı var. Allah həmişə hər bir yerimizi var eləsin, iki tərəfli. Fərqisi yoxdur hansı tərəfdəndir. Onlar da bizə çönəcəklər. Ancaq qan o bir tərəfə çəkir. Allah var eləsin hər birimizi bu ildə həmişə şad, xoş günlərdə iştirak eləyər. Gəlin. Qadoz alaram sizi. Allah, burada da bədbəxtlərimiz oldu ki, arvad xətrinə bizi çıxardıblar buraya. İlk növbədə bu məclislər, bax, bu şadlıq sarayından, bu sevinç şadlıq sarayından Sazanın özündə hal-hazırda yaşayan ailələrə mükəmməl, dərindən, ürəklə salam söyləyək. Allah həmişə hər birimizi, var eləsin, iki tərəfli. Fərqisi yoxdur hansı tərəfdəndir. Onlar da bizə çönəcəklər. Ancaq qan o bir tərəfə çəkir. Allah var eləsin hər birimizi bu ildə həmişə şad, xoş günlərdə iştirak eləyər.
Qoy canları sağ olsun. Həyatın zamananın hökmü ilə gəldi ki, biz gəlməli olduq. Bunu gəlin günahkarını, ağrını axtarmayaq. Oldu nəsə də oldu. Amma hal-hazırda orada yaşayan insanların ailələrə xoşbəxtlik, uşaqlarına, balalarına can sağlığı, uzun ömür arzulayaq. Bu birincisi. İkincisi, zamananın hökmü gələndə o yollara çıxıb qürbət ellərə düşən sağallar var. Onlara buradan, bu məclisdən, bugün, bax bu anda salam söyləyək. Onları aparan yollar nətər ki, sağ-salamat aparırdı, qoy elimizə, obamıza da sağ-salamat qaytarsın. Görüşümüz mehriban, gülərüz, mərhəmətlə bir-birimizə salam deyə görüşək, öpüşək, görüşək, salam deyə. Üzür istəyən böyüklərimizdən, ağsaqqallarımızdan, ağbirsəklərimizdən, bu məclisdən Sarra elinin ağbirsəklərinə, ağsaqqallarına xüsusi salamımız yetişdirək, xüsusi salamlarımızı çatdıraq. O ağsaqqalların, o ağbirsəklərin qarşısında önündə baş əyək. Mən şəxsən öz adımdan deyirəm, onların qarşısında önündə baş əyək. Qoy canları sağ olsun. Onların adı, onların alqışları, o ağbirsəklərin alqışları, ağsaqqalların öz nəsiyyəti həmişə bizim üstümüzdə, bizim qulağımızda olsun. Bir söz də deyim. Bax, eşidir. Baxın da, sən danışanda mən bir söz demədim qadına. Eşidir ki, Sarra elində belə bir məclis yaranır. Bizim bir qonağımız da var, Qızıladırdan gəlir ki, mən gedim görüm o el, o kənd nətərin öz məclislərini. Bugün mən belə derdim ki, Sarranın bir doğum günüdür, ad günüdür. Hamımız ürəkdən iştirak edirik. Bax, bir qonağımız da var, Qızıladırdan gəldi. Allah canımızı sağ eləsin. Bax, bu məclis, mən belə başa düşürəm ki, bir körpənin addımına, yerişinə bənziyir. Gəlin, könüldən bu addıma, bu yerişə, könüldən könül sevgisi bağışlayaq, qudağı açaq ki, gələni, o birisi illər, hamı, bax, təklər biz yox, bizim balalar da, nəvələr də, üzr istəyirəm, qadınlarımız da gəlsin, iştirak eləsin, bilək ki, biz həqiqətən də sazalıyıq. Qoy o el, o bağ var olsun, həmişə yaşar olsun. Nəsə zaman elə gəldi ki, biz belə alındıq, həmən üzr istəyirəm, bir dənə bir söz deyim, bir şeir oxuyum. Müharibəyə Allah Taala müharibə fikirləşən, top tüfəng fikirləşən alimləri lənət oxuyaqdan. Elə gəldi ki, mənim yaddaşımı pozdu bu müharibə. Amma mən bunu dəftərdən oxumalıyam. İndi məni hamı tanıyır. Amma icazə verin, bunu oxuyum. Məni qınamayın, ay sazarlar. Zamana hökmünə mən də qul oldum. Yurt yerindən tərpələndə el kötü, ateşsiz, alovsuz, yandım, kül oldum. Deyim, nə deyim zalım fələyə, ömrümü, günümü saldı ələyə, həsrəti, hicranı vurur kələyə, ağrısı, ağrını çəkən fil oldum. Didib parçaladı köllümü qubar, bilənmədim necə keçdi qış, bahar. Bu oyunda axtarmayın günahkar, çox suala dinənmədim, lal oldum. Ədəldən kəm oldu qismətim payım, qürbətdə dikildi ömür sarayım. Bir yana çatmayır hayım harayım, dəmdə inildəyən sınmış tel oldu. Nə gəldim ki yaylağını dağını, çox görmədim səfasını, dadını. Əlim çatmasa da Sarra adını, ürəyində gəzdirən İsmail oldu. Sana bağışlayın, üzr istəyirəm. Allah elimizi, obamızı var eləsin. Toyunla, toy büsatınla, varınla, bərəkətinlə
Allah Teala üstümüzde, ayağımızın altında bol bereketli məhsulunu rüzgar yüzümüze görsün. Sağ olun el oğulları. Sağ olun, var olun. Mənim elim obam. Muzika gelsin kardeş. Unutma konağı borçlarımız, nice iller geçsin, nice iller görsün, sonunda terk etsin. Unutma konağı borçlarımızı, unutma konağı borçlarımızı. Sanarmışsın, gezmişsin, bizi seveni sevmişsin, gözelenleri sevmişsin, vatandan ayrı düşmüşsün, nice iller gelsen, nice iller görsen, sonunda terk etsen, unutma konağı borçlarımızı, unutma konağı borçlarımızı. Niceler gelsen, niceler görsen, ay sonunda terk etsen, unutma konağı borçlarımızı, unutma konağı borçlarımızı.
bir nümayəndəsi. Yaxşı ki, gətirmişsiniz, hər şeyi görür və gələcəkdə o davam edəcək. Saca elinin bir nəvəsi bir gözəl şeir demək istəyir, gəlsin, Allah saxlasın.
Buyurun. Çıxmış o dağlara, dağların sənsiz, dağda qərib, səyib duman gözlənsiz. Gez dayan dünyəni, gez dayan mənsiz, eşitin gövdəni, axtarma məni, eşitin beləni, axtarmayın məni, eşitin beləri, axtarma məni. Çıxıram o dağlara, eşidirəm o bağları, edirim sağları, başına dumanları. Çıxdım o dağlara, eşitmədim olmaları, elmədim səni. Ay hörmətli sacanlar, Osmanov Elmar oradan buraya böyük təşəkkürünü bildirir. Deyir Allah elimizi var eləsin, Allah elimizə can sağlığı versin. Elmar sağ ol. Bir vətən oğlu kimi ürəyi döyünən ellə, obuyla Allah sana can sağlığı versin. Allah həməşə gözünü nur eləsin. Eldən obadan əksi olma, ay kirvə. Öpürəm səni, arı nədir, zakazın zadı nədir ya? De görək. Zakazı nədir? De görək, zakazı nədir onun? Gözlərimiz budur, elimiz var olsun. Sağ ol, sağ ol. Var olayım. Elmar, sənlə beraber orada yaşayan hamısını Allah can sağlığı versin. Buraya bu həsrətlə döyünən saca elindən büyüküynü. Elimiz var olsun, həməşə bir olar. Bir dənə quş. Düş. Həməşə bir.
bir daha təbrik edirik və Fərruxun sinif yoldaşları Aras, Rasim, Sabir, Sirayat, Vilayət, Sayat. Gəlin, Fərruxun sinif yoldaşları. Gəlin mənim gözəl qardaşlarım, ay Şirayət, ay Araz, ay Araz, ay Araz, ay Sabir. Gəlin görək, meydəni şehirləndirək, elimizin obamızın gəlin sağlığı olsun, sağ elinin sağlığı olsun, qürbət yerdə yaşayan olanların sağlığı olsun, həyatda uzun ömür, can sağlığı arzu edən bütün sacanlara. Sağ olun. Elimiz obamız sağ olsun. Bu Sabri eli həmişə belə yığıncaq olsun. Biz də bu iştiraklarda iştirak edə bilərik. Allah bizim bu yaşlıların, bizim böyüklərimizin, Allah canlarını sağ eləsin. Biz də onlardan ibrət götürüb bu yığıncaqları davam etdirə bilərik. Sağ ol qardaş, ürəyinizdən keçən sözləriniz varsa deyə bilərsiniz. Minnətdarım. Qoy gözəl elimizin sağlığı olsun. Sadece elin en güzel günü, en güzel günümüz belə olsun. Allah Teala bize eksik gün göstermesin. Amin. Öpürəm sadece eline.
gelsin. Ben buradayım. El var olsun. Eli seven oğlanlar var olsun. Ha bizim elde eli oğlanlar var ki o avtomobil nəqliyyatı naziri yoktur. Orayı bağlayır. Küçələr bir tane buradan geçmək olar, oradan geçmək olmaz. Elə olanlar da var deyir ha. O benim qohumumdur, qoy keçim. Sağ olun. Ama burada elə bir şey yoktur. Burada her şey azaddır. Geçebilir mi? Kahramanı dediler. Onların geldi havalı Nece iller geçse, nece iller görse, sonunda terk etse, unutmak olar mı komşumuzu? Unutmak olar mı komşumuzu?
başsağlıq eləyək qardaşımızın xahişi. Sonra günlərdə olasınız. Təşəkkür edirik. Hər bir kəsə, gələn bütün əzizlərimizə, yaxınlarımıza təşəkkür edirik. Var olasınız, şad günlərdə olasınız. Həmişə belə şad günlərdə olasınız. Təşəkkür edirik hamınıza. Gələn qonaqlarımıza da bax beləcə şad günlər arzulayırıq. Sağ olun, gecəniz xeyirli olsun.